Hər vaxtınız xeyirli olsun, dəyərli meclis nümayəndələri. Azərbaycan Saint-Lucia oyunundan öncə mətbuat konfransına başlayırıq. Hər birinizi xoş gördük. Mətbuat konfransında baş məşqimiz Ayxan Abbasov və kapitanımız Emin Mahmudov iştirak edirlər. Xahiş edirəm, ilk olaraq sözü Eminə verək. Emin oyun haqqında fikirlərini bildirsin. Daha sonra Eminə suallar varsa sualları verək. Daha sonra Ayxan müəllimlə davam edərik. Buyurun. Hamını salamlayıram. Bizim ilk oyunumuzdur 2026-cı ildə. Ona görə biz çox xoşdur ki, yenə də millidə qoşulmaq, çalışacaq ki, yaxşı oyun sabah göstərək. Nəticə əlbəttə bizim üçün vacibdir qələbə qazanmaq. Uğurlar sizə. Ümumiyyətlə, belə rəqiblər, yəni ki, dəfə çox tanımırıq onları. Belə rəqiblərə qarşı oynamaq sizə daha çətindir, ya da yox? Çətin deyəndə ki, bütün millidə indi asan rəqib olmur. Biz də başa düşməliyik ki, biz özümüz də bir il qələbə qazana bilmirik. Bizim üçün çox vacibdir ki, o seriyanı bitirək. Ona görə ki, biz hansı rəqib olursa olsun, biz çıxmalı, qalib gəlməliyik. Eminə sual var? Təşəkkür edirəm, çox sağ olun. Axşamınız xeyir, mən də hər kəsə salamlayıram, xoş gördük. Əlbəttə, bu il ilk toplanışımızdır və bilirsiniz ki, Millətlər Liqasına qədər 2 toplanışımız olacaq və biz bu 2 toplanışdan maksimum istifadə eləmək istəyirik. Çünki ora hazır olmaq üçün bu toplanışlar vacibdir. Əlbəttə, sevindirici hal odur ki, bugün milli komandaya dəvət olunan futbolçuların əhval-ruhiyyəsi, idman forması yaxşıdır və bu bizi sevindirir. Çalışacağıq ki, əlbəttə bu 2 oyunda hər kəsə görək meydançamda və futbolçuların bir-biri ilə uyğunlaşması çox vacibdir. Çünki bizim vaxtımız da olmayacaq. Bu qədər rəqiblər bəllidir. Nə qədər də bizim üçün belə deyək, yad komandalar olsa da, amma çalışdıq ki, futbolçularımıza bilgi verək. İnşallah, inanıram ki, hər 2 oyunda maksimum meydançada nəticə qazanacağıq və futbolçularımız əlindən gələni edəcək. Ayxan müəllim suallar. Leyla xanım gördüm, buyurun. Leyla Emin Aydman biz. Ayxan müəllim, millimizin oyununda keçən illə müqayisədə hansı dəyişiklikləri gözləyirsiniz? Əlbəttə, bilirsiniz ki, milli komandamız keçən illəri çox çətin qrupda mübarizə aparırdı və rəqiblərimizə baxsaq, həm Fransa, həm Ukrayna, həm İslandiya qat-qat bizdən üstün komanda idi. Amma biz həmin komandalarla mübarizə apardıq. Futbolçularımızın o, belə deyək, istəyi göz önündə idi. Amma indi nəticə də istəyirik. Çünki bilirsiniz ki, əsas məqsədimiz bu düşdüyümüz D liqasından C liqasına çıxmaq istəyirik və bu rəqiblərə hazır olmaq üçün bu oyunlar vacibdir. Ümumən milli komandanın toplanışığı, yəni bir yerdə olması o qədər də çox olmur. Amma biz bu toplanışdan toplanışa daha yaxşı olmaq üçün əlimizdən gələni eləyəcəyik. Birinci uğurlar Ayxan. İkinci bilmirəm, bəlkə də biraz şəxsi çıxır, biraz da bir yorğun görsənirsiniz. Nəsə səbəb var? Bilmirəm, bəlkə siz psixologiyanı daha yaxşı bilirsiniz, üzlərdən seçirsiniz, amma yox. Yəni tək olsun. Necə olmalı? Mən burada tək olsun. Amma indi canlandınız. İndi gedək suala. Bir çox oxucular, Azərsportun oxucuları, mənə elə gəlir, başqa oxucuları da bu sual maraqlanır ki, niyə millidə Yusif İvanov yoxdur? Hər halda belə deyim. Mən soruşmayacağım, niyə məhz o qapıçılar var, sadəcə olaraq o niyə yoxdur? Yəni, birinci rəqib hamı başa düşürdə çox zəif rəqiblərdəndir. Hər halda çağrı bir oynatmaq olardı da, onu yoxlamaq olardı. Çox sağ olun. Əlbəttə, hər kəsin fikrinə biz hörmət edirik. Yəni, mən də sual verə bilərəm ki, niyə olmalıdır? Niyə olmalıdır?
Digərdə bilirsiniz, bizim üçün hər bir futbolçu önəmlidir və ümumən Yusif üçün də sevinirəm ki, belə karyerası uğurlu alınmadı, legioner karyerası və Kəpəzə qayıtdı. Bir neçə oyunda səhv eləmirəmsə əsas heyətdə yerini itirmişdi və son oyunda həqiqətən yaxşı performans göstərdi. Bugün qapıçı belə deyə mövqeyi biraz bizim üçün hardasa çətin mövqeyidir. Çünki bilirsiniz çempionatımızda da komandalar legionerlərə üstün tutur. Bu da normaldır, rəqabət var. Bu rəqabətdən gələk hardasa qalib gəlməlidirlər. Yəni burada hər milli komandanın siyahısı çıxanda zaten hansısa bir adlar belə deyək də şişirdilir deməyək, önə gətirilir. Necə ki Mahir Əmrəlini Fransa ilə biz oynadanda çox qınadılar məni və oyundan sonra Mahirə öz komandasında fikirlər dəyişdi və bugün Mahir bir qol vuranda hamımız Mahirin şəklini paylaşıb təbrik edirik və hərdən baxırım axı bu Mahiri tənqid edənlər idi. Bu da futbolun yazılmamış qanunudur. Biz nə isə biliriksə, nə isə görürüksə, biz 3 qapıçı çağırmışıq ümumən toplanışığa. 4-cü qapıçımız Şərruddin, bilirsiniz ki, həkimlərlə biz məsləhətləşəndən sonra, əlaqə qurandan sonra Şərruddin tam hazır idi məşq komanda ilə eləməyə və o zədəni bizim milli komandamızda Fransaya qarşı bilirsiniz ki, orada zədələnmişdi. Ümumən əsas oyuncumuzdur, kapitanlarımızdandır. Bugün dünya praktikasında da var ki, məsəl üçün görürük ki, o belə liderlik, keyfiyyət olan futbolçular hətta zədəli olsa belə o toplanışa çağırırlar. Bugün Şərruddin məşqlərdə o qədər əzmkarlıq göstərir, o qədər yoldaşlarına əhval-ruhiyyə verir və biz bu gələcək toplanışığı da fikirləşirik. Biz yəni bu gündən baxmırıq. Əlbəttə gələcəkdə Yusif və digərləri yaxşı olacaqsa, onlar da çağırılacaq. Necə ki, bundan əvvəlki 2 qapıçı adı çəkilirdi ki, niyə çağırılmıyor, amma bugün heç demirlər ki, niyə Kamran və ya Mehdi çağırılmayıb. Yəni, bu da normaldır. Yəqin ki, onların performansı yaxşı olmadığına görə bu fikirlər olunur. Ona görə bütün futbolçulara qapı açıqdır, hamını izləyirik və ola bilər ki, gələn toplanışda Yusif də olsun. Buyurun, gördüm. Daha sonra İbrahim. Ayxan müəllim, deməli, sabahki oyunda rəqib belə demək mümkündürsə, bizə nisbətən çox zəifdir. Bundan belə bizim tariximizdəki indiyə qədərki ən böyük hesablı qələbələr, millinin tarixində daha doğrusu 5-1 və 4-0 hesablarıdır. Yəni, sabah komanda 5 top fərqi ilə qalib gələcək halda adınız tarixə düşə bilər. Bununla bağlı sizin komandaya xüsusi tapşırığınız varmı ki, məsələn, daha çox qol vurmağa çalışsınlar? Statistikaya görə təşəkkür edirəm, bilmirdim. Yəni, ümumən, yenə deyirəm, bu 2 oyuna biz daha çox komanda olmaq istəyirik. Çünki bu çox vacibdir. Bəlli bir sistemin üzərində çalışırıq. Dediyimiz o keçən ilki rəqiblərlə bu çox bizə fürsət vermədi rəqiblərlə. Çünki həm də çox gərgin vaxtda idi. Bilirsiniz ki, o vaxt biraz da futbolçuların üzərində çox təzyiq var idi. Amma indi qarşımıza qoyulan məqsəd bəllidir və bu oyunlarda əlbəttə maksimum futbolçulardan tələb eləyəcək. Əlbəttə rəqib nə qədər bizə imkan verəcək bilmirik, amma ümumən futbolçuların məşqdə çox həvəslidirlər və çox aqressivdirlər. İnşallah ki, inanıram ki, bunu oyuna keçirə biləcəyik. İbrahim. Uğurlar olsun, amma Ayxan, 2 sualım olacaqdır. Buyurun. Düzdür, müəyyən qədər cavab verdi. Sadəcə mənim maraqlıdır. Yəni, belə deyək də, 11-ci liqadan komandadan 2 qapıçı çağırmağımızda bir mənalı qarşılanmayıb və səlahiyyətin yaşını nəzərə alaraq və bu turniri də, belə deyək də, səviyyəsini nəzərə alaraq olmazmı ki, daha bir gənc qapıçı, belə deyək də, ən azı təcrübə baxımından. Və ikinci sualımda sabahki rəqiblə müqayisədə Sierra Leone daha güclü komandadır. Yəni, və biz də bilirik ki, bizim futbolçularda 3 gündən bir oynamaq biraz çətin məsələdir. Bunu nəzərə alaraq sabah bir, belə deyək, eksperimental heyət buraxmaq fikriniz var? Yəni, əsas gücü növbəti oyuna saxlayasınız, yoxsa mütləq qələbə olsun deyə, yəni, əsas hər iki oyuna, belə deyək, tam ciddi yanaşacaqsınız?
İkinci sualdan başlayım. Yəni ümumən biz bu turnirə hazırlaşırıqsa, 2 gündən bir oyunlara hazır olmalıyıq. Ona görə eksperiment heyət yoxdur. Çağırılan futbolçular hamısı millinin bu dəqiqə əsas heyətidir. Bəzi dəyişikliklər olacaq oyundan oyuna, çünki düz qeyd edirsiniz, rəqib fərqli rəqibdir. Amma eksperiment deməyək, amma bizim də hardasa bir çalışdığımız bəzi məsələlər var, onu görmək istəyirik. Digər məsələ biraz mənə qəribə gəlir. Yəni özüm də cavab verə bilmirəm. Bəlkə kömək eləyəsiniz mənə ki, Azərbaycan Premyer Liqasında əsas heyətdə 11-ci yerdən başqa hansı qapıçılar durur ki? Məsəl üçün. Yəni onun pasportu yoxdur. Neçənci liqada durur? Yəni onda biz belə deyək də, biz Sloveniyanın 2-ci liqasını öz Premyer Liqamızın 11-ci yerindən üstün tuturuq da. Yox. Bilirsiniz, fikirlərinizə hörmət edirəm. Yəni biz baxırıq. Dediyiniz o Xabarovskdakı qapıçıya da baxmışıq. Yəni inanın mənə, bizim qapıçılardan güclü deyirlər. Yəni bu gün təəssüf ki, bu gün Premyer Liqamızda stabil duran Qəbələdə Səlahiddin, Rza və Kəpəzdə yerli qapıçı durur. Yəni digər durursa mən səhvim var bəlkə. Legioner qapıçılar durur. Gənc qapıçı bugün Sumqayıtda, üzr istəyirəm, Sumqayıtda da var. Sumqayıtda bilirsiniz ki, son oyunlar Xəyalın durması və bugün U21 komandamızın da vacib oyunlarıdır, seçimləri yoxdur, azdır. Və Xəyalın da bugün o performansına baxırıq ki, bugün o böyük oyunlarda, məsələn, mən ilk oyunum Portuqaliya ilə Xəyal idi. Yəni bu oyunlara hazırdırmı? Yəni Xəyal da o yolu keçmək üçün gələk o 21-dəki o həmin bu böyük oyunları oynamalıdır. Ona görə biz yoxlanış üçün vaxtımız yoxdur. Yəni bizim belə deyək də A milli komandamız hazırdır və biz yoxlanış eləyək. Yəni zaten biz özümüz bu turnirə hazırlamaq üçün bizim vaxtımız yoxdur, təəssüf ki. Əlbəttə gələcəkdə U23 millisi olarsa, o dediyiniz o adların hansısa bir vaxtlar yoxlamaq olar. Amma bugünkü gündə bizim 2 toplanışımız olacaq. İndi və yayda. Və biz burada heyətimizi bəlli eləməliyik. Futbolçular bir-birinə öyrəşməlidirlər. Yəni bu milli komandadır. Ona görə bizdə o qədər vaxt yoxdur. Sabah hansısa bir bizdən də güclü ya qapıçı olarsa, hardasa durarsa, əlbəttə biz birinci özümüz maraqlanacağıq. Ayxan müəllim, uğurlar. Ümumiyyətlə bu sual sizə podkastda vermişəm. Müəyyən bir vaxt keçdi, yenə suala soruşmaq istəyirəm. Ən böyük çətinlik nə idi sizin üçün bu mövsümdə? Həm paralel klubda işləməkdən, həm milli komandada? Yox, bilirsiniz, Premyer Liqada çətinliyi arxada qoyduq. İlin əvvəlində bilirsiniz ki, qarşımıza qoyulan ilk məqsəd Premyer Liqada qalmaq idi. Çünki bəlli büdcəli komandalarımız var idi. Bilirdik ki, rəqabət çətin keçəcək. Misal üçün Qəbələ, Kəpəz, Şamaxı, Karvan, İmişli. Bilirdik ki, bu komandalar hamısı bir-birinə yaxındır və bu komandaların arasında məncə bugün mübarizədə qalibik. Yuxarı pillələrə çalışdıq. Şansımızı, belə deyək, türklər demişdən diləyək, biraz çətinlik oldu, amma davam eləyir. Məncə klubda heç bir problem yoxdur. Digər komanda, keçən mövsüm milli komandada bilirsiniz, elə bir vaxt gəldik ki, həqiqətən çətin idi. 2 Fransa oyunu var idi, bilirsiniz, böyük bir ajantaj var idi. Amma xal qazanmasaq da, məncə bir xal Ukrayna ilə qazandıq və ondan qabaqki seçim sikla baxsaq, yenə də milli komanda bir xal qazanmışdı, amma orada biraz rəqiblər daha uyğun idi. Bu mövsüm tam başqadır. Hədəf dediyimiz kimi C liqasına qayıtmaq istəyirik. Burada qalib ruh olmalıdır. Qalib gəlmək üçün hər oyuna çıxacağıq. Bugün bəlkə də adlar bizi biraz rahatlıq verir ki, Latviya, Liechtenstein, amma inanın ki, Litva, üzr istəyirəm, oyunlara baxanda, yəni böyük bir fərqimiz yoxdur.
Yəni biz də qeyd elədik ki, neçə oyunda qalib gələ bilmirik. Bax bunu futbolçular bilib, anlayıb və bu oyunlara və bu millinin toplanışlarında bunu danışırıq psixoloji ki, biz qalibiyyət ruhunu artırmalıyıq və qalib gəlməliyik. Ağa, mən uğurlar arzulayıram inşallah. A millinin oyunundan sual verməyəcəm. Bugünkü gündə, yəni gələcəkdə də özünüzü millidə görürsə, daha bir neçə il millidə qalacaqsınızsa, yəqin ki, bu mövzu sizi çox düşündürməlidir. Çünki 19 millimiz o qədər də güclü olmayan Litva millisinin 0-4 hesabı ilə uduzdu. İndiki millinin futbolçuların, doğru dildə desək, bir təhər oradan-buradan tapıb düzəldib meydana çıxardırıq. Bəs gələcək nəsli düşünəndə siz daha çox bədbinləşirsiniz ki, yəni 19 əgər bugünkü gündə Litvaya uduzursa, gələcəkdə futbolçuları hardan tapacağıq? Yaxşı sualdır, yaxşı mövzudur. Bəlkə də səhərə qədər oturub bu problemlərdən danışa bilərik. Gəlin realist olaq, səmimi olaq. Əlbəttə, burada mən həmişə bəlkə də problemlərdən danışıram, bəlkə də xoşlanılmır, bilmirəm. Ümumən realist olsaq, gələcəyə çətinləşir. Yəni, biz bugün oturub fikirləşirik ki, bizim bugünkü stoperlərimiz yaş dövrünü götürsək, orta yaşdan yuxarıdır. Və bugün U21-in baş məşqçisi ilə danışıram, bugün ən çətinlik çəkdiyi mövqe stoper mövqeyidir. Və aşağı yaş məşqçilərlə danışanda eyni söhbətlər gedir. Və bu 1-2 ildən sonra A milli komandaya təsir eləyəcək. Əlbəttə, bu geniş mövzudur, üzücüdür. Niyə biz, nəyimiz çatmadı ki, biz birdən-birə belə düşdük. Bu bir ilin səhvi deyil. Yəni, bir ilə bu olmur. Yaxşı, bu uşaqlar 17-də var idi, 16-da var idi, 3 il, 4 il bundan öncə oynayan futbolçulardır. Ona görə, məncə, bugün üzərimizə düşən odur ki, hər kəs problemi bilir, iş baxımından başlamalıyıq və səbirli olub bildirməliyik ki, azarkeşlərə ki, bəli, bu problemlər həllini tapana qədər 2 il, 3 il, 4 il aşağı yaş qrupları çalışacaq, işləyəcək, düzələcək. Və bu da klublardan gəlməlidir. Klubların akademiyasından futbolçular yetişir. Bugün milli komandanın məşqçisi 10 günə, 12 günə, 3 təlim məşq toplanışına çox şey dəyişə bilmir. Ona görə futbolçular klublardan hazır gələndə əlbəttə biz sevinirik. Bugün götürsək A komandanı, gələn futbolçular bizi sevindirir. Niyə? Çünki baxırıq, bugün Neftçidə oynayan futbolçular Sabahda, Qarabağda, Zirədə ən yaxşı formadadırlar. Və çempionatı da izləsək, görürük ki, bunlar çempionatda da yaxşı performans göstərirlər. Bu da istər-istəməz milli komandanın oyununa təsir eləyəcək. Ona görə bu aşağı yaşdakı problemlər əlbəttə ilk öncə bizim uşaq futboluna baxışımız dəyişilməlidir. Biz bunu neçə illərdir deyirik, amma heç nə də dəyişmir və hər şey yerində qalıb və biz 10 il bundan qabaqki problemdən hansı ki meydança yox idi, indi danışsaq eyni problemdir. Nə fərq olub ki? Ona görə realist olub və səmimi danışsaq, problemlər çoxdur. Uşaq futbolunda klubların baxışı dəyişməyib və təəssüf ki, yenə hər kəs nəticə, Avroliqa, rəqabət, intriqa və bu da milli komandalarımıza təsir eləyir, təəssüf. Buyurun, Mükəmməl, son sual. Ayxan, bəlkə də bu sual biraz kəskin olacaq, amma bilirəm ki, səmimi deyəcəksiniz, ümid edirəm. Özünüz dediniz hamısını, amma o danışığınızdan bir dənə də əlavə sual çıxdı da. Bu dəqiqə bir-iki klubun, Qarabağ, Sabahın çempionu uğrunda mübarizəsi gedir. Bəzi klubların Avropa kuboklar uğrunda mübarizəsi gedir. Bütün futbolçuların fikri orada olur. Bir neçə gün ərzində onları bu iki oyunda nə qədər, necə deyim, motivasiya vermək və yaxud da fikrini ayırıb coşdurmaq ki, bütün fikirləri qoyun qırağa, bu millidir. Hər şey unudun, bütün öz aramızda olan münasibətləri. Gəlin millinin xətrinə, Azərbaycan xətrinə 20 aydır biz heç kimi uda bilmirik. Gəlin çıxaq Qazaxıstandan sonra da 24-cü ildən 2 kimi 2 oyunu oynayaq, udaq. Milliyə hörmətli bir 20% qaytaraq. Mümkün olub mu?
faizdir? Çox sağ ol. Dedim fikrimin əvvəlində və bayaq elə Murada da toxundum. Bu səhv etmirəmsə 4-cü toplanışımdır ya 3. Yəni milli komandanın futbolçularını belə əhval-ruhiyyədə görməmişdim. Bəli. Və yəni futbolçuların adını çəkməyim, bəzi futbolçuların xırda zədələri var idi. Hətta həkimləri xahiş eləmişdi ki, bəlkə bu futbolçulara istirahət verək, amma futbolçular milli komandaya gəlmək istədilər. Baxmayaraq ki, bu yoldaşlıq görüşüdür. Futbolçuların bu istəyi, bu dediyiniz bu məqamları biz danışırıq. Əlbəttə onlar üçün də xoş deyir ki, biz bir ildir qalib gələ bilmirik. Burada fərq eləmir baş məşqçi kimdir, futbolçu kimdir. Bu Azərbaycanın adıdır, hamımızın adıdır. Və ən azı biz bu qalibiyyətləri qazanmalıyıq, bu azarkeşləri sevindirməliyik və inanın ki, məşqlər o qədər maraqlı keçdi ki, hətta bəzi futbolçular yorulduğunu dedilər. Çünki intensiv idilər. O istək var. O istək var, bu futboldur. Futbolda hər bir nəticəyə də hazır olmaq lazımdır, amma inşallah ki, bizim ümidimiz böyükdür və bir yerdə çalışacağıq ki, bu durumdan çıxaq. Təşəkkür edirik, çox sağ olun. Az sonra milli komandamızın açıq məşqi başlayır. Buyura bilərsiniz, hamınızı dəvət edirik. Təşəkkür